Bu dörd sözün dördünü də gəlin tərkibinə görə təhlil edək. Əvvəlcə toplanışdaşlar sifətindən başlayaq. Bu sözün kökü top ismidir. Bu top hansı mənadadır? İnsanlar toplanarkən bir araya gəlirlər, yəni cəmlənirlər. Bu top oynanılan top deyil, o mənada deyil. Yəni cəm mənasında işlənmiş sözdür. Topdan toplamaq fiili. Toplamaqdan toplan, toplandan toplanış ismi yaranır. Aydındır. Sonra toplanışı ismindən toplanışdakı sifəti yaranmış olur. Toplanışdakı insanlar. Lar da qrammatikdir. Tapşırılmaq sözünün kökü bəzən tap kimi götürülür. Lakin bu fikir yanlış fikirdir. Niyə yanlışdır? Müəllim, tapşırıq veriləndə onu tapırıq da, tapşırıq veriləndə onu tapmaya da bilərik. İkincisi də ki, şır şəkilçisi deyə bir şəkilçi yoxdur. Aydındır. Bunun üçün də sözün kökü tapşırdır. Tapşırdan tapşırıl, maq da qrammatik. Normal sözünün kökü normadır. Bir şeyin normal olması üçün o normadan asılı olmalıdır. Yəni norma olmalıdır. Ona görə də norma olacaq. Sonra normadan normal sifəti yaranmış olur. Normal insan. Sonra gəlin dönüklük sözünə baxaq. Dönüklük sözünün kökü dön feilidir. İnsan dönük olanda əvvəlcə dönür. Yolundan dönür. Sonra həmin insan dönük olur. Dönük insan, sifət. Dönük sifətindən də dönüklük ismi yaranmış olur. Şəkilçinin hansı sözə artırılması daha çox həmin sözün leksik mənasına müvafiq olaraq uyğunlaşmış olur. Aydındır? Yəni biz şəkilçinin sözlərini yoxlayarkən həmin sözün leksik mənasını mütləq şəkildə bilməliyik.